Elhamdülillahi Rabbil alemin. Allahümme salli və sellim alə nəbiyinə Muhammed və alə alihi və əshabihi əcmaîn. 15-ci dərs əslində bir təkrar kimidir və xırda-xuruş, yəni bir-iki dənə qaydaya baxmaqdır. Yəni ərəb dilində bir yəni feilin zamanı olaraq gələcək zaman yoxdur. Yəni yaktubu məsələn yazır. Bəzən cümlədə o gələcək mənasını verir, bəzən indiki zamanı verir, yəni məzmundan asılıdır. Amma yenə də bir-iki dənə ədat var ki, onlar sırf gələcək mənasını qatır, yəni əlavə eləyir feilə. Onlardan biri sədir, ikincisi isə səvfə. Səyaktubu yazacaq. Səvfə yaktubu yazacaq. Yəni gələcəkdə. Yaxşı, bunların arasında fərq nədir? Sə ilə səvfənin arasında fərq nədir? Yəni bir fərqi odur ki, yaxın gələcəkdə, yaxın gələcəyə aiddir. Səvfi biraz uzaq gələcəyə. Yaxud onu necə izah eləyirlər? Deyirlər ki, yəni ki, bu gələcəkdən dərhal sonra gələn gələcəkdir. Səvfə isə ara verib sonra gələn gələcəkdir. Yəni, amma siz Quranda oxuyanda görəcəksiniz ki, yəni Kəllə səyələmun. Səyələmun onlar biləcəklər. Yəni nə vaxt biləcəklər? Qiyamət günündə. Yəni Allah Taala onu səyələmun. Yəni yaxın gələcək kimi o barədə xəbər verir. Çünki həqiqətən qiyamət günü Allah Taala üçün yaxındır. Bizə uzaq görsənsə də əslində o yaxındır. Deməli, yaxın gələcək, səvfə uzaq gələcək. Həmçinin bu dərsdə lə inkarını götürürük. Lə, indiki zamanda inkar bildirməkdən ötürü lə ədatından işlədirik. Lə yaktubu yazmır. Lə yaktubune yazmırlar. Lə təftəhu sən açmırsan. Lə nəşrabu biz içmirik və s. Və həmçinin lüğətdə bir neçə dənə söz var idi. Onları əzbərləyirik. Əv yaxud. Kitabun əv qələmun. Kitab yaxud qələm. Və nəv. Ləv əgər. Ləv ya'lamu əgər bilsəydi. Ləv yaktubu əgər yazsaydı. Ləv nəstəhu əgər açsaydıq və s. Yəni bu belə bəlkə də tam sırf qrammatika deyil. Yəni sadəcə sözü öyrənirik. Bəli, gələcəkdə siz qrammatikanı öyrənəndə onlara aid müəyyən bir qaydalar keçəcəksiniz, amma hələ ki bu sözləri görəndə cümləni tərcümə eləyə biləcəksiniz. Bir də orada izə var idi. İzə nə vaxt ki? O zaman ki. İzə cəə nasrullah. Allahın köməyi gələndə. Vəl-fəth və yəni zəfər gələndə. Yəni izə nə vaxt ki? Yəni bu sözlər çox işlənən sözlərdir. Yəni bu ədatlar çox işlənir. Ona görə onları daha tez öyrənmək faydalı görürəm ki, adam onu daha tez öyrənsin. Yəni sonra nə qədər qrammatika keçəndən sonra yox, amma o sözləri daha yəni tez öz lüğət ehtiyatına salsın. Yəni bununla kursumuz bitir. Bu yəni birinci kursumuz bitir. Allah müvəffəq eləsin. Allah faydalı eləsin.